Boşanıram nədir qızım? Sən mənim papağımı yerə mi soxmaq istəyirsən? Ay ata dedim də sənə, mən işləməyə qoymur. Vay, işləmək nə böyük şeymiş ki, sən ona görə ailə dağıdırsan. İndi sən atanı fikirləşmirsən ki, cəmaatın içinə nə tər çıxsın? Deməyəcəklər ki, Qaraxanın qızı boşandı, gəldi üstünə. Bəs siz görəyə sağla. Cəmaat qələt eləyir. İşləməyəcəksə mən yoxdurdum bu. Ana düzdür day ata. Sən illərlə fəhlə işlədin, mənim hazırlıq pulumu verdin, universitet pulumu verdin ki, mən indi işləməyim. Ay qız, oxutdurmuşam, pul məndən çıxıb. Mən də sənə halal elinə. Əsas aylındır. Yox ay ata, mən öz işimi qurmaq istəyirəm. Eybi yox, qur. Bir ata kimi ona da kömək edərəm. Maşınımı aparıb qoyaram mən Grand Avtokreditə. Oradan pulu götürərəm, gəlib verərəm sənə, gedib işini qurarsan. Prosta sən nə iş qurmaq istəyirsən? 6 moyka üstü çayxana. Vay, kül sənin arvad baş var. Böyütdüyün qıza bax, hə? Azatun da qoymadın, məni cavanlıqda gedəmişdiyəm. Ha, sən Fərazan gündəsən, sən də pivən oyatmaq istəyirdin də. Xarabada bir dənə ağıllısı yoxdur. Oğlum da bəlkə indi dırnaq ustasına işləyir.